Deməli, dəyərli qardaşlar, tez-tez soruşulan suallardan biri odur ki, tez-tez yazırlar qardaşlar, bacılar ki, məndə vəsvəsə var. Mən onlardan necə xilas ola bilərəm? Vəsvəsə, dəyərli qardaşlar və bacılar, onun ən gözəl yolu və ən doğru yolu Allahın dediyi kimidir. Allah Teala Əl-Əraf surəsi 200-cü ayədə buyurur ki: "Və immə yənzəğannəkə minəş-şeytanın nəzğun." Şeytandan sənə bir vəsvəsə gəlsə, şeytandan sənə bir vəsvəsə gəldiyi zaman fəstəiz billah. Allaha sığın. Çıxış yolu budur. Vəsvəsə desə, Allaha sığınmaq lazımdır. Nə üçün Allaha sığınırsan, dəyərli qardaşım və bacım? Çünki Allah buyurur ki, İnnəhu səmiun alim. Allah, şübhəsiz ki, Allah eşidəndir, biləndir. Qayda budur ki, sənə bir vəsvəsə gəlsə, istər namazında, istər Quran oxuyanda, istər zikr eləyəndə, istər evində tək qalanda, miniyində tək qalanda, yolda tək gedəndə, hər bir halda vəsvəsə gəlsə, bil ki, kimdəndir? Şeytandandır və Allah sənə deyir ki, sığın. Niyə sığınırsan Allaha? Çünki Allah səni eşidir. Allah halvı bilir. Allah səndən xəbərdardır. O sənə sığınacaq verməyə vəd verib. Qudsi hədisdə Peyğəmbər aleyhissalatu vesselam, səhv eləmirəmsə Qudsi hədisdir, Allahdan rivayət eləyir. Buyurur ki, Allah Teala buyurur ki, "Və la in sa'alani la u'tiyannah." Qulum məndən istəsə, mütləq ona istədiyini verəcəm. Sonra buyurur ki, "Və la in ista'azani." Məndən sığınacaq istəsə, la u'idannah. Mən ona sığınacaq verərəm. Və bunlar hamısı bizim üçün müjdədir ki, şeytan bizi aldatmağa çalışsa, vəsvəsə verib qəlbimizə qorxu salmağa çalışsa, biz Allahdan kömək istəsək, Allaha sığınsaq, Allah kömək eləyəcək, çıxış yol verəcək. Onun hiləsini uzaqlaşdıracaq. Baxın, vəsvəsə tək bizə gəlməyib. Peyğəmbər aleyhissalatu vesselamın sahabələri gəlib deyirlər ki, ya Rasulullah, bizim ağlımıza elə şeylər gəlir ki, onu dilimizə gətirmək, yəni ifadə eləmək istəyirlər, başa salmaq istəyirlər ki, onu dilimizə gətirməkdən qorxuruq, Allahdan qorxuruq ki, onu dilimizə gətirək. Göydən yerə çırpılmaq, onu dilimizə gətirməkdən bizim üçün daha xeyirlidir. Deməli, vəsvəsə tək bizə gəlməyib. Bəzən insanın ağlına Allah barədə pis fikirlər salır şeytan, Muhammed sallallahu aleyhi və səlləm barədə pis fikirlər salır və ya məsələn, insanın ağlına elə vəsvəsələr salır ki, bəlkə öləndən sonra heç nə olmayacaq, bəlkə Allah yoxdur və s. Bunlar hamısı vəsvəsədir. Əuzu billahi minəşşeytanirracim kəlməsi deməklə sığınırsan Allaha. Nə deməkdir? Yəni, rəhmətdən qovulmuş şeytanın şərindən Allaha sığınıram və ya lənətlənmiş şeytanın şərindən Allaha sığınıram. Yəni, vəsvəsə elə şeydir ki, bizdən əvvəl hamıya gəlib. Onlar Allaha sığınıblar, Allah onları qoruyub. Həmçinin bilmək lazımdır ki, vəsvəsə sənə gəlirsə, bu sənin möminliyin dəlilidir. Çünki az öncə qeyd elədiyim hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrə cavab verir ki, Zəkə sarihul iman, bu imanın özüdür. Yəni, sizdə iman var deyə şeytan sizə müdaxilə eləmək istəyir. Başqa bir qissəni qısa olaraq qeyd eləyək. İbn Abbasın əshabından bəziləri, İbn Abbas bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve sellemin əmisi oğlu və onun sahabəsi idi. Onun əshabından bəzilərinə, əhli kitabdan bəziləri gəlib deyirlər ki, biz ibadət eləyəndə bizə vəsvəsə gəlmir. Siz müsəlmanlar deyirsiniz ki, biz namaz qılanda, ibadət eləyəndə bizə vəsvəsə gəlir. Onlar da gəlib İbn Abbas'la bunu soruşanda, İbn Abbas deyir ki, onlar düz deyirlər. Şeytan xarab evdə nə işi var? Yəni, əhli kitabı deyir ki, onların qəlbi xarabdır. Şeytan onlara vəsvəsə vermir. Şeytan təmiz qəlbləri korlayır. Möminlərin qəlblərini korlamağa çalışır. Onların qəlbinə qorxu salmağa çalışır. Allah Teala nə deyir? Əlləzi yuvəsvisu fi sudurin-nas. Hansı ki, insanların qəlbinə, sinəsinə, köksünə vəsvəsə verir. Kimisini, yəni, öləndən sonra heç nə olmamaqla aldatmaq istəyir. Kimisini Allahın rəhmətindən ümid üzməklə aldatmaq istəyir. Kimisini ibadətlərində riyakarlığa salmaqla aldatmaq istəyir. Kimisini, məsələn, dəstəmazı daim düzgün almadın, dəstəmazın səhv oldu, buna görə namazın da batıl olacaq, sən düzgün dəstəmaz almırsan və s. Hətta intihara aparır. Vallahi, elə insanlar var ki, intihar edirlər. Elə adam olur ki, vəsvəsədə o qədər davam edib ki, yəni onun uzun müddətdən sonra meydini meyvə bağında ağaclardan asılmış tapırlar. Niyə? Adam vəsvəsəli idi. Adamda vəsvəsə var idi. Olmaz. Vəsvəsəyə getmək olmaz. Nə etmək lazımdır? Qısa ibarə ilə desək, Əuzu billahi minəşşeytanirracim deyirsən və geniş mənanla desək, ibadətləri artırırsan. Sünnə ibadətlərini, nafilə ibadətlərini artır. Bəziləri deyirlər ki, məsələn, mən gecə yata bilmirəm, gecə qorxuram, evdə tək qalanda qorxuram. Çalış, Quran çox oxu. Onunla gündəlik həyatında Quran çox oxu.
Səhər axşam zikirlərini et. Evə daxil olanda zikir et. Evdən çıxanda zikir et. Ayaq yoluna daxil olanda zikir et. Oradan çıxanda zikir et. Yemək yeyəndə sağ əllə ye və yeməyə başlayanda Bismillah de, yeməkdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm zikr öyrədib, onu et. Həmçinin məscidə gedəndə çalış, yolda gedəndə zikr elə, mini idarə eləyirsənsə zikr elə. Yatağa daxil olarkən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə zikirlər öyrədib. Onlardan elə. Ümumən gün ərzində bacardığın qədər Allahı çox-çox yad elə. Allahı çox-çox yad eləsək, vallahi qardaşlar, heç bir vəsvəsəsi insana təsir eləmir. Buyurur ki, Rəbbimiz, İnnəhu leysə ləhu sultan aləl-ləzīnə əmənu və alə rabbihim yətəvəkkəlun. Şeytanın Allaha iman gətirən və yalnız ona təvəkkül edənlərin üzərində heç bir hökmdarlığı yoxdur. Yəni, dərhal getmək lazım deyil ruqiyyətçilərin yanına, ruqiyyətçilərdən kömək istəmək. Və ruqiyyətçilərin əksəriyyətini görürsünüz. Üfür oxuyurlar zeytun yağına, zəmzəm suyuna və ya krantdan axan suya, üfürürlər, içinə satırlar 15 manat, 20 manat və deyirlər ki, biz ruqiyyə edirik. Lazım deyil dərhal müraciət eləmək. Vallahi ehtiyac yoxdur. Ən gözəl ruqiyyətçi sən özün üçün özünsən. Heç bir ruqiyyətçi, heç bir insan sənin özün üçün Allaha ixlaslı şəkildə yaxınlaşdığın kimi yaxınlaşmayacaq. Sənə özün özünə ixlaslı ruqiyyə etdiyin kimi ixlaslı ruqiyyə eləyə bilməyəcəklər. Sən gedəcəksən hansısa ruqiyyəçinin yanına, sənə bir müddət Quran oxuyacaq və ona görə səndən pulu alacaq və sənə bəzi zikirləri öyrədəcək. Və o zikirləri biz sənə dedik. Onları elə, onlar sənə bəs eləyir. Lakin davamlı, ixlaslı, etiqad eləməklə ki, bunlar bir səbəbdir, Rəbbimdir şəfa verən, Rəbbimdir şeytandan qoruyan, Rəbbimdir vəsvəsəni məndən uzaq eləyən. Bunları elə heç etməyə ehtiyac da yoxdur. Və bil ki, etiqadın bu olsun ki, Allah istəməsə sənə heç kim zərər verə bilməz. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə nə deyir? Buyurur ki, Mən nəzələ mənzilən fəliyəqul, sizdən kim bir mənzilə ensə, yəni bir kəndə getsə, bir məmləkətə getsə, bir evə daxil olsa, desin ki, Əuzu bi kəlimətilləhi təmmətə min şərri mə xalaq. Yaratdıqların şərrindən tam kəlmələrinə, kəlamlarına sığınıram. Yəni Allahın özünə sığınıram. Desə, Lə yadurru şeyun həttə yərhəl min mənzilihi zəlik. Oradan ayrılana qədər heç bir şey ona zərər verə bilməz. Vallahi, Allahın zikri ilə yanaşı insana zərər dəymir. Lakin ixlaslı insana, davamlı insana. Kim ki Allahın zikrindən üz döndərir, nafilə ibadətlər. Məsələn, gündəlik nafilə ibadətlər var, sünnələr, sünnə namazlar, namazlardan öncə, namazlardan sonra onları qılmır. Namazdan sonra zikri düzələmir, dəst namazda tələsir, namazları vaxtında qılmır, Quran oxumağı tərk eləyir və heç oxumağı öyrənmir. Bu kimi insanlarda çox vəsvəsə olur. Və bunları bərpa eləsən, Allaha qəlblə bağlansan, Allaha yönəlsən, yatanda da, duranda da, gedəndə də, gələndə də, hər bir işində Allahın dinini özün üçün hakim etsən, bil ki, sənə gələn vəsvəsə sənə zərər verməz. Lakin sən vəsvəsəyə dalsan, zikri tərk edib vəsvəsəyə dalsan, o sənin ölümünlə də bitə bilər, ölümünlə də nəticələnə bilər. Baxın, alimlər vəsvəsə barədə deyirlər ki, vəsvəsə sənin yanında, sağında, solunda əyləşmiş məcnun bir insan kimidir. Məsələn, deyir ki, bax, sənin yanında bir məcnun əyləşib, o ağzına gələni danışır. Sən heç onu susturmağa çalışarsan, əlbəttə ki, xeyr. Çünki adam məcnundur, danışığını bilmir, gözləyirsən ki, çıxıb getsin, səndən uzaq olsun. Deyir ki, vəsvəsə var belədir. Vəsvəsə məcnun biri kimidir. Danışacaq, deyəcək, nəsə deyəcək, dəstəmazın batildir, məsələmədin, belə oldun sən və ya ayaq yoluna getdin, səndən sonra nəsə ifraz oldu və yaxud da məsələn sədəqə verdin, riyakarlıqla verdin, qıldığın namaz batildir və ya sən düzəlmirsən və s. belə sənə sehr olunub, deyəsən sənə kimsə baxır, otaqda tək qalanda kimsə sənə hücum eləmək istəyir, yuxudan oyananda və ya səni yuxudan oyadıb otustururlar, səni öldürəcəklər və s. Bunlar hamısı məcnun bir insanın danışdığı kimi şeytanın insana ötürmək istədiyi vəsvəsələrdir. Məcnuna fikir vermədiyin kimi, bu vəsvəsələrə də fikir verməsən, nə olacaq? Məcnun çıxıb getdiyi kimi vəsvəsələr də səndən ayrılacaq. Bəzi insanlar da, onların vəsvəsəsi nədir? Dayandığı yerdə fikirləşir ki, birdən öləcəm, indi öləcəm. İndi o müasir dillə ona panik atak deyirlər. Amma buna da vəsvəsədir. Bu vəsvəsədir, qardaş. Öləcəksənsə öləcəksən. Hamı öləcək. Hamı öləcək. Ya indi öləcəksən, ya birazdan.
Ya bu gün öləcəksən, ya sabah. Ya bu il, ya gələn il. Ya yerdə öləcəksən, ya göydə. Ya sağlam, ya xəstə, ya varlı, ya kasıb. Hər halda öləcəksən. Adama vəsvəsə gəlir ki, öləcəksən, başlayır ürəyi sürətli döyünməyə. Rəngi dəyişir, qorxu içində olur, evdən çıxmır, bazara getmir, meçdə getmir, ailənin ehtiyacı dalınca getmir, heç kimlə danışmır, mini idarə eləmir ki, birdən ölərəm. Gör, hansı vəziyyətə səni salır şeytan? Alimlər deyirlər ki, Allah haqqında pis səndən də biri bilirsiz nədir? Daim düşünürsən ki, birdən mənim başıma nəsə gələ bilər. Bəs Allahın səni qoruması, Allahın sənə yardımı. İnnallah ma'as sabirin. Allah səbr edənlərlədir. İnnallah yudafi'anellezine amanu. Allah iman gətirənləri müdafiə edir. Bəs yaxşı bu. Allah səni qorumur. Allah sənə kömək eləmir. Yaxşı elə bilirsən ki, sən şiddətli qorxuya düşsən, əlin ayağın əssə, ürəyin sürətli döyünsə, evdən çıxmasan və s. getməsən, gəlməsən, bu səni ölümdən xilas edir. Cavab odur ki, o yox. Özün deyəcəksin, yox. Ona görə də bu vəsvəsədir. Belə olanda Allaha sığın. Və dönün, öləcəm, söyləyəcəm, əlhamdülillah. Zaten öləcəm də. Ya indi, ya birazdan. Budur, əlhamdülillah. Çalışmaq lazımdır Allaha bağlanaq. Allaha çox zikr eləyək. Bilmək lazımdır ki, Allah verdiyi vədi yerinə yetirəcək. Qulunu qoruyacaq. Lakin qul düzgün, ixlasla, haqqı ilə də olmasa, haqqı ilə bağlanmağa çalışmalıdır. Ki, Allah da ona vədini yerinə yetirsin. Bütün xeyirlər Allahdandır. Xətalar hamısı bizim nəfsimizdən və şeytandan. Allah bizim hər birimizi şeytandan və onun ordusundan qorusun. Allah bizi gizlində, aşkarda Allahın nəzarətini düşünən və ixlaslı qullarından etsin. Elhamdülillahi Rabbil ələmin.